Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulillah, emmâ ba'd. İlk önce Allah Subhanahu ve Taala'ya sonsuz həmsənalar olsun ki, Allah Taala belə bir mübarək məclisə gəlməyi bizlərə müvəffəq edib. Və sonra bu məclisi təşkil edən qardaşdan Allah Subhanahu ve Taala razı olsun. Allah Taala elinə, əhlinə, mülkünə bərəkət versin. Və həmçinin icabət edib gələn qardaşlara da Allah Subhanahu ve Taala bərəkət versin. Allah Taala bütün xeyirlərə müvəffəq eləsin. İnşallah değerli kardeşler, Allah Subhanahu ve Taala'nın izniyle İbn Qayyim Rahimahullah'ın El-Vabilus Sayyib Minel Kelimit Tayyib kitabından Allah'ın izniyle devam edecek. Deməli, İbn Qayyim Rahimahullah deyir ki, həqiqətən deyir, bütün ariflər, Allah'ı tanıyan qullar yektilliklə bir qənaətdədirlər ki, tövfiq, yəni uğur və isabət, haqqa isabət etmək, uğur qazanmaq odur ki, Allah səni öz nəfsinlə baş-başa buraxmasın. Və eləcə də bədbəxtlik və rəzillik isə odur ki, Allah Subhanahu ve Taala səni öz nəfsinlə baş-başa buraxsın. Və sonra deyir ki, ona görə də Allah Subhanahu ve Taala bir quluna, bəndəsinə xeyir istəsə, onun üçün zəlillik, təvazökarlıq və həmçinin qəlb sınması qapısını açar. Allah Subhanahu ve Taala xeyir istədiyi bəndəsi üçün. Və daim Allaha sığınma, ona möhtac olma, halını ona bəxş edər. Daim Allaha sığınar, Allaha möhtac olma halında olar. Allah Subhanahu ve Taala xeyir istədiyi bəndəsinə bunu bəxş edər. Eləcə də insanın öz nəfsinin eyiblərini, cəhalətini, zülmünü və həddi aşmasını görməsini nəsb edər. Allah Subhanahu ve Taala xeyir istədiyi bəndəsinə özünün cəhalətini, eyiblərini, qüsurlarını, zülmünü görməsini, həddi aşmasını görməsini nəsib edər. Və həmçinin Rəbbinin lütfünü, yaxşılığını, mərhəmətini, səxavətini, neymətlərini, zənginliyini, heç nəyə ehtiyacı olmamasını, ehtiyacsızlığını və həm də Allah Subhanahu ve Taala'nın həmdə layiq olmasını dərk etməsini nəsib edər. Arif, yəni Allah Subhanahu ve Taala'nı tanıyan və dərk edən qul Allaha doğru bu iki qanad arasında hərəkət edir. Və o yalnız bu iki qanadla irəliləyə bilər. Bu qanadsız, yəni bu qanaddan biri əldən çıxarsa, bir qanadını itirmiş quşa bənzəyər. Şeyxülislam İbn Teymiyyə Rahimahullah deyir ki, El-arifu yasiru ilallah beynə müşahədətil minnə və mütaliəti qaybi nəfsi vəl-ameli. Arif, Allahı tanıyan qul, Allaha doğru iki hal arasında irəliləyir. Birincisi, Allahın neymətlərini və lütfünü müşahidə etmək. Allah Subhanahu ve Taala'nın ona verdiyi neymətləri, ona etdiyi lütfü müşahidə etmək, yəni onun minnətini tanımaq. İkincisi isə öz nəfsinin və əməllərinin eyiblərini görmək. Bu iki hal arasında qul öz Rəbbinə doğru irəliləyir. Və bu da Peyğəmbər sallallahu aleyhi və səlləmin səhih hədisində buyurduğu sözün mənasıdır. İstiğfarın ağası, seyyidul istiğfar, yəni ən fəzilətlisi odur ki, qul belə desin. Allahümmə əntə Rabbi, la ilahə illə ənt. Allahım, sən mənim Rəbbimsən. Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Xalaqtəni və ənə abduk. Sən məni yaratmısan və mən sənin qulunam. Və ənə alə əhdikə və va'dikə mə istəta'tu. Bacardığım qədər sənin əhdinə və vədinə sadiqəm. Əuzu bikə min şərri mə səna'tu. Etdiklərimin şərindən sənə sığınıram. Əbu ləkə bi ni'mətikə aleyyə. Sənin mənə olan neymətini etiraf edirəm. Və əbu bi zənbi. Və öz günahlarımı da etiraf edirəm. Fəğfirli fə innəhu lə yəğfiru zunubə illə ənt. Məni bağışla, həqiqətən günahları yalnız sən bağışlarsan. Beləcə Peyğəmbər sallallahu aleyhi və səlləm sənin neymətini etiraf edirəm və günahımı da etiraf edirəm sözlərində Allahın neymətini görmə, yəni
minnətini, neymətini, Allah Subhanahu və Taala'nın üzərimizdə olan lütfünü müşahidə etməklə öz nəfsinin və əməlindəki qüsuru görməyi, yəni eybi görməyi cəm etdi. Eybi görməyi bu iki kəlmədə Allah Resulü sallallahu aleyhi və səlləm cəm etmişdi. Allahın minnətini, yəni Allah Subhanahu və Taala'nın lütfünü, neymətlərini görmək insanda neymət sahibinə, yəni Allah Subhanahu və Taala'ya qarşı sevgi, həmd və həmçinin də şükür hissini oyadır, onu vacib edir. Və eləcə də öz nəfsinin və əməllərindəki qüsurları, eyibləri görmək isə insana təvazökarlığı, qəlb sınmasını, Allah'a ehtiyac duyma və hər an tövbə etmə halını vacib edir. Yəni, insan bu iki hal üzərində olması insanı birincisi Allah'a olan sevgisini, məhəbbətini artırır, onun lütfünü görür, vacib edir, ona şükür etməyi, həmd etməyi. İkincisi günahlarına baxmaq isə onda Rəbbinə qarşı təvazökarlıq yaradır, qəlb sınması və ona qarşı ehtiyaclı olmasını duyur və hər an tövbə etmə halını vacib edir. Belə ki, o özünü, yəni bu cür insan, qul özünü kasıb, aciz və iflas etmiş bir qul kimi görür. Çünki qulun Allaha yaxınlaşa biləcəyi ən yaxın qapı, Şeyx İbn Qayyim rahimehullah deyir ki, iflas, yəni tam acizlik, ehtiyac qapısıdır. Qulun Allaha yaxınlaşa biləcəyi ən yaxın qapı insanın özünü müflis hiss etdiyi, aciz olmasını, ehtiyaclı olmasını düşündüyü qapıdır. Belə bir qul özündə nə bir dərəcə, nə bir məqam, nə də tutunacaq bir səbəb və yaxud da Allaha təqdim edə biləcəyi bir vasitə, bir savab görmür. Özündən heç bir şey görmür belə bir qul. Əksinə, o Allah Subhanahu və Taala'ya sırf bir ehtiyac, tam bir acizlik və iflas halı ilə yönəlir. Müflis halı ilə, acizlik, möhtaclıq halı ilə yönəlir. Yəni, belə bir halda daxil olur ki, yoxsulluq və ehtiyac hissi onun qəlbini sındırıb, qəlbini qırıb. Bu sarsıntı qəlbinin dərinliyinə qədər nüfuz edib və onu tamamilə parçalayaraq sındırıb. Həmin qəlb sınması onu hər tərəfdən bürüyüb və o artıq Rəbbinə olan ehtiyacını açıq-aşkar görür. Rəbbinin qarşısında tam ehtiyaclı və möhtac olduğunu anlayır. Hətta bədəninin və ruhunun hər bir zərrəsində, açıqda və gizlidə Rəbbinə qarşı tam ehtiyac və asılılıq olduğunu dərk eləyir. Və dərk eləyir ki, əgər Allah onu bir göz qırpımı belə tərk edərsə, o həlak olar. Və elə bir zərər görər ki, onu heç nə düzəldə bilməz. Ancaq Allah Subhanahu və Taala yenidən ona rəhmət edərsə və rəhməti ilə onu qoruyarsa, o zaman xilas olar. Allaha yaxınlaşmaq üçün ibadətdən, Allaha qul olmaqdan, ona qulluq göstərməkdən, onun əmrlərini yerinə yetirib, qadağan etdiyi şeylərdən çəkinməkdən daha yaxın bir yol yoxdur. Allah Subhanahu və Taala'ya yaxınlaşmaq üçün. Və Allaha çatmaqdan məhrum olan, insanı daha çox uzaqlaşdıran ən qalın pərdə isə öz iddiasıdır. Yəni mənəm-mənəmlik, lovğalıq etməsidir. Əməlləri özündən görməsidir. Qulluq, yəni ibadət iki əsas dayaq üzərində qurulub. Bu ikisi, yəni bu iki əsas dayaq onun köküdür. Onlardan birincisi hubbun kamilun, yəni tam sevgi, kamil bir sevgi və həmçinin də tam təvazökarlıq, zəlillik, yəni Allahı kamil şəkildə sevmək və onun qarşısında tam boyun əymək. Bu iki əsas, sevgi və təvazökarlıq əvvəl də zikr olunan iki əsasdan doğurur. Yəni birincisi Allahın neymətini, minnətini müşahidə etməkdir ki, bu da neymət sahibinə qarşı sevgi doğurur. Ona məhəbbət yaradır qulun qəlbində. İkincisi isə insanın öz nəfsinin və əməllərinin qüsurlarına baxmasıdır, eyblərinə baxmasıdır ki, bu da tam kamil şəkildə bir təvazökarlığı, zəlilliyi doğurur. Əgər bir qul
Allah yolundakı yolunu, yəni Allaha tərəf gedişini bu iki əsas üzərində qurarsa, bu iki əsasın üzərində qurarsa, onun düşməni, yəni şeytan, yəni insanın şeytandan böyük düşməni yoxdur. Şeytan onu ancaq qəflət, bir də xəbərsizlik anında yaxalaya bilər. Xəbərsizlik anında, qəflət anında yaxalaya bilər. Amma Allah Subhanahu və Teala çox bir zamanda onu yenidən ihya edir, dirildir, yaralarını sağaldır və öz mərhəməti ilə onu qoruyub, bərpa edir. Şeyx İbn Baz rahimehullah, İbn Qayyim rahimehullahın bu kəlamına, yəni bu sözlərinə şərh edərkən deyir ki, bu gözəl sözlər və bu mübarək hədis hamısı göstərir ki, qulun üzərinə düşən ən vacib vəzifə Allaha qarşı qəlbən sınmaqdır. Onun huzurunda təvazökarlıq göstərməkdir və ona yaxın olmaqdır. Və qul öz nəfsini hesaba çəkməlidir. Öz qüsurlarını, eyiblərini, istərsə əhlənkarlıqdan olsun, istərsə də pis əməllərini görməlidir. Hətta Allaha dönsün, ona tövbə etsin və onun qarşısında qəlbi sınmış bir halda dursun. Çünki Allahı tanıyanlar, yəni ariflər, Allah Subhanahu və Taala'nı həqiqətən dərk edənlər də alimlərdir. Onlar bütünlüklə bu fikirdədirlər ki, tövfiq, uğur və hidayət odur ki, Allah Subhanahu və Taala səni öz nəfsinlə baş-başa buraxmasın. Və Allah sənə öz tərəfindən qayğı və düzgün istiqamət, doğru yol versin. Bu ən böyük tövfiqdir, ən böyük uğurdur. Amma əsl zəlillik və bədbəxtlik də odur ki, Allah Subhanahu və Taala səni öz halına, öz nəfsinlə baş-başa buraxsın, Allah qorusun. Və Allah səni özünlə baş-başa buraxarsa, sən nəfsinin istəkləri və şeytanın tələləri içində həlak olarsan. Tövfiq, izzət, şərəf və istiqamət, yəni doğru yol, bu yolda sabit qalmaq, bunların hamısı Allah Subhanahu və Taala'ya etimad göstərmək və ona güvənmək, Allaha dönmək, onun nemətlərini və yaxşılıqlarını görmək sayəsindədir. Buna görə də sən yalnız ona ibadət etməlisən və onun itayətində sabit qalmalısan. Və inanmalısan ki, uca Allah sənə nemət verən, sənə yaxşılıq edən məhz sənin Rəbbindir, uca Allahdır. O səni yoxluqdan varlığa çıxardı və səni saysız, hesabsız nemətlərlə bəslədi. O səni özünə ibadət etmək üçün yaratdı və hər şeyi sənin xeyrin üçün xəlq etdi. Yaratdıqlarını, hər birini sənin üçün, sənin xeyrin üçün xəlq etdi. Bu halda sənə vacib olan odur ki, onu bütün varlığınla, tam bir sevgi ilə sevəsən və onun qarşısında tam bir itaət və təvazökarlıqla boyun əyəsən və onun itaətində sabit qalasan, nemətlərinə görə şükür edəsən. Çünki Allah Subhanahu və Teala nemət verən, yaxşılıq edən, lütfkar, tövfiq və hidayət verən Rəbdir. Doğru yola yönəldən Rəbdir. Qurtuluşun və xoşbəxtliyin yolu Allahın cənnətinə və onun kəramətinə yetişməyin yolu onun itayətində sabit qalmaqdır. Və onun sənə olan nemət və lütfünü daim görməkdir. O səni yaratdığı andan ölüm anına qədər sən onun nemətləri içində yaşayırsan. Bunu dərk etməkdir. Həmçinin öz nəfsinin və əməllərinin eyiblərini, yəni günahlarına və pis əməllərinə də baxmalısan, onları görməlisən. Bu isə istiğfarın ağası, yəni Seyyidül İstiğfar, ən fəzilətlisi hədisin mənası ilə eynidir. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin buyurduğu bu söz, istiğfarın ağası odur ki, qul belə desin. Allahım, sən mənim Rəbbimsən, səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Sən məni yaratmısan və mən sənin qulunam. Bacardığım qədər sənin əhdinə və vədinə sadiqəm. Etdiklərimin şərindən sənə sığınıram. Sənin mənə olan neymətini etiraf edirəm və öz günahlarımı da etiraf edirəm. Məni bağışla, çünki günahları yalnız sən bağışlarsan. Peyğəmbərin sallallahu aleyhi və səlləmin sənin mənə olan neymətini etiraf edirəm sözünün mənası odur ki, yəni sənin mənə verdiyin neymətləri qəbul edirəm, onları etiraf edirəm. Mənası budur. Bu da Allahın neymət və lütfünü müşahidə etmək deməkdir. Onları görmək deməkdir. Və öz günahımı etiraf edirəm ifadəsi isə
günahı və əməldəki səhlənkarlığı, eyiblərini etiraf etmək mənasındadır. Qul Allahın ona olan neymətini və lütfünü etiraf edəndə, bu onun qəlbində Allah Subhanahu və Taala'ya qarşı sevgi oyadır. Onları görəndə, biləndə, Rəbbindən olmasını dərk edəndə, Allaha qarşı, Rəbbinə qarşı, o neymətlərin sahibinə qarşı onda sevgi oyadır. Neymətlərinə şükür etməyə və itaətə tələsməyə səbəb olur. Əgər qul öz günahlarını, pis əməllərini və səhlənkarlıqlarını, etdiyi nöqsanlarını, eyiblərini görərsə, bu onun Allaha qarşı qəlbən sınmasına, təvazökarlıq və boyun əyməsinə səbəb olar. Və o, Rəbbinə qovuşana qədər daim tövbə üzərində qalmağa çalışar. Çünki insan günahlarını gördükcə daim istiğfarda, tövbədə olur. Nöqsanlarını gördükcə, dərk etdikcə, bu da Allahın lütfudur ki, insana onları göstərir, eyiblərini, qüsurlarını. Və o insan da daim neynir? Allah Subhanahu və Taala'ya tövbə üzərində, istiğfar üzərində olur. Səmimi mömin Allahın yolunda Allah Subhanahu və Taala'ya irəliləyərkən bu iki hal arasında irəliləyir. Quşun iki qanadı kimi. Bir qanad Allahın neymətlərini görmək və onun neymətlərinə şükür etmək. İkinci qanad öz nəfsinin, günahlarının, pis əməllərinin və səhvlərinin, eyiblərini görməklədir. Bu iki hal quşun qanadı kimidir. Əgər bir qanad işləməzsə, quş uça bilməz. Və hər iki qanadı itərsə, o halak olar. Və hər ovçunun ovlaya biləcəyi loxmaya çevirilər. Bu iki qanad bunlardır. Allahın lütfünü və yaxşılığını görmək və öz nəfsinin günahlarını və səhvlərini görmək, eyiblərini görmək, nöqsanlarını görmək. Beləliklə, insan bu iki hal arasında olur. Allah Subhanahu və Taala'nı şükürlə qarşılayır, onu sevir, onun neymətlərini dərk edir və bu dərk etdiyi, gördüyü neymətlərə görə Allah Subhanahu və Taala şükür edir və öz nəfsinin günahlarını və pis əməllərini görərək Allah Subhanahu və Taala'ya etdiyi günahlara, nöqsanlara, xatalara görə neynir? Tövbə edir. Pis əməllərindən çəkinir. Allahın huzurunda təvazökarlıq göstərir, qəlbi sınır və ona boyun əyir. Rəbbinə boyun əyir. Qorxu içində, təlaş və ehtiyatla Allahın ağır cəzasından çəkinir. Beləliklə, İslam və iman sahibləri üçün Allah yolunda gedişləri, Allaha tərəf irəliləyişləri və ona ibadətləri bu iki hal arasında olmalıdır. Və şeyx deyir ki, yəni bunlardan birincisi Allahın neymətini və yaxşılığını, ehsanını görmək, bu neymətlərə görə Allaha şükür etmək, yalnız ona ibadət etmək və onun haqqını yerinə yetirmək. Allah Subhanahu və Taala'nın haqqı nədir? Ona ibadət etmək və ona heç bir şeyi şərik qoşmamaq. Yəni bütün ibadətləri Allaha yönəltmək. İkinci hal isə öz nəfsinin eyiblərinə, səhlənkarlıqlarına və istədiyi, işlətdiyi günahlara baxmalıdır ki, hətta Allah qarşısında tövbə etsin, peşman olsun, pis əməllərindən əl çəksin və qəlbi sınmış halda onun huzurunda boyun əysin. Qul daim Allah qarşısında dua içində, təvazökarlıq və qəlb sınması halında olmalı. Allah Subhanahu və Taala'nın rəhmətini ümid etməli və cəzasından da qorxmalı, çəkinməlidir. Və sonda Allah Subhanahu və Taala'dan diləyirəm ki, Allah Subhanahu və Taala hər birimizi müvəffəq etsin. Allah Subhanahu və Taala hər birimizə tövfiq, uğur, hidayət bəxş etsin. Allah Subhanahu və Taala eşidib faydalananlardan eləsin. Allah Subhanahu və Taala bu məclisdən qalxanda bizləri bağışlanaraq, əfv edərək, bağışlayıb qalxan qullarından eləsin. Subhanakallahumma və bihamdik və əşhədu en la ilahe illa ent və estəğfiruka və ətubu ileyk.